Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6143,9 ton tütün yarpağı yığılıb. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% çoxdur. Qeyd edək ki, tütün istehsalında əsas pay Şəki-Zaqatala iqtisadi rayonuna məxsusdur. Belə ki, bu bölgədə 2913 hektar sahədə 6075,8 ton məhsul yığılıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 4052,7 ton olub. Artım əsasən Şəki və Zaqatala rayonlarında qeydə alınıb. Şəkidə 1805,5 hektar sahədən 4563,4 ton, Zaqatalada isə 403 hektar sahədən 613,8 ton tütün yarpağı toplanıb. Qax rayonunda da artım müşahidə olunub. Bu rayonda 2024-cü ilin ilk 9 ayında 536 ton tütün yarpağı yığıldığı halda, bu ilin ilk 9 ayında 603,6 ton tütün yarpağı toplanıb. Balakən və Oğuz rayonlarında da artım qeydə alınıb. Goranboy rayonunda isə tütün yığımı 17 tondan 37 tona yüksəlib. Kəngərli rayonunda 2025-ci ilin ilk 9 ayında 22,6 ton tütün yarpağı yığılıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalma deməkdir.